Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2 metrədək azalıb. Bu, 1977-ci ilə, yəni Xəzərin instrumental ölçmələrdə ən aşağı səviyyədə olduğu dövrlə müqayisədə 1,1 metr yüksəkdir. Bu göstərici artıq təkcə statistika rəqəm deyil, reallıqdır. Bunun ekosistemə, canlılara və bölgə ölkələrinin həyatına vurduğu zərərlər ölçüyə gəlməzdi. Biz Xəzərdə ildə 14 sm su itiririk. Bu isə limanlar, ekosistemlər, Xəzər su itləri üçün böyük problemlər yaradır. Və illər keçdikcə bu daha da dərinləşəcək. Xəzəri qorumaq üçün həm ekoloji mühafizə, həm də bərpa olunan enerji axtarışları birləşdirilməlidir. Biz buxarlanmanı azaltmaq üçün dənizin üzərində günəş panelləri qurmalıyıq. Suyun səviyyəsindəki azalmanın səbəbləri isə müxtəlifdir. Səbəblər su axınının azalması, buxarlanma, yağıntıların azalmasıdır və ehtimal olunan başqa bir amil tektonik plitələrin hərəkətidir. Biz yalnız müəyyən yumşaldıcı tədbirlər görə bilərik. Məsələn, limanları uzatmaq və onların daha yaxşı fəaliyyətini təmin etmək. Xəzərin səviyyəsinin azalması təkcə regional ekoloji problem deyil. Bu, qlobal ekosistemin tarazlığını pozan ciddi çağırışdır. Səkinə Bababəyova, Fəzail Kəmalov, ASTV Xəbər.